Aha, gəlin indi sadə düzəltmə mürəkkəb isimlərin testinə və sayılan, sayılmayan isimlərin testinə baxaq. Elə birinci suala baxaq. Bizdən şərtdə nəyi soruşur? Compound nouns, yəni mürəkkəb isimlər. Compoundun nə olduğunu bildiksə, rahatlıqla şərtlərdə artıq tapa biləcəyik. Birinci suala baxırıq. Appointment. Ment nə idi? Derivativin şəkilçisi, yəni düzəltmə şəkilçisi. A variantını atdıq. B variantında development. Yenə ment şəkilçisini gördük, düzəltmənin B variantını da atdıq. C variantına baxırıq. Agreement. Ment nədir? Şəkilçi. Deməli, düzəltməyə aiddir. C variantını da atdıq. Baxırıq D variantına. Tooth, brush, 2 söz. Mother, land, 2 söz. Deməli, tərkibində 2 söz var da, düzdürmü? Bunu mürəkkəb olaraq götürə bilirik. D variantını seçirik. Sonra baxırıq bir dənə də Y variantına. Neighborhood. Uşaqlar çox vaxt hoodu söz olaraq götürür. Amma hood söz deyil. Hood nədir? Düzəltmənin şəkilçisidir. Yəni, mürəkkəb söz deyil. Y variantını ona görə atırıq. Daha sonra compoundlara baxdıq. Gəlin, indi derivativə aid bir suala baxaq. Məsələn, derivativ nədir? Düzəltmə demişdim. D-dır. Bu formada yadda saxlayın. A variantında pavement, ment şəkilçisini gördük. Müəllim bunu götürə bilərik, amma digər variantlara da baxarıq. Leg, sadədir, bir kökdür, olmaz. Life story 2 sözdən ibarətdir. Mürəkkəbdir. Ona görə A variantını atdıq. B variantında agreement, ment şəkilçisini gördük. Okay. Sonra B variantında ikinci söz friendship. Demişdim, ship sözündə diqqətli oluruq. Və görürük, friendship sözündəki ship bizim şəkilçimizdir. İstisna sözlərimizin içində olan battleship, warship, steamship, desertship bu sözlərə aid deyil. Şəkilçidir. Sonra realism sözünü görürük. İzm bir də burada nə idi? Demişdik, şəkilçilərin içində sadalamışdım. Şəkilçidir. Ment şəkilçi, ship şəkilçi, realizm şəkilçi. Bunu götürürük. Digər variantlarda nəzər salaq. Send bir kökdən ibarətdir. Atdıq. Diffusion, sion, tion, ion şəkilçisi var burada. Düzəltmədir. Sunrise 2 sözdən ibarətdir. Mürəkkəbdir. Atdıq. D variantında çeyə bir kökdür. Sadədir. Simple. Atdıq. Performance, ance, ence şəkilçisi demişdim qaydada. Düzəltmənin şəkilçisidir. Newspaper 2 söz. News 1, paper 2-ci söz. Bu da mürəkkəbdir. Atdıq. Operator, or şəkilçisi var sonunda. Sonra stop bir kökdən ibarətdir. City center 2 kökdən ibarətdir. Bunu da belə atdıq. Sonra simple. Gəlin indi simple soruşanı. Simple nə idi? Sadə, sadə isimlər. S bu formada yadda saxlayırdıq. A variantında baxırıq. Flower bir kök. Düzgündür. Bunun sonundakı er sizi çaşdırmasın. Bu sözün özünün kökündəki erdir. Development, ment şəkilçisidir. Atdıq. Capital, paytaxt bir kökdür. A variantını developmentə görə atdıq. School, children 2 sözdür. Mürəkkəbdir. B variantını da avtomatik atırıq. Digər variantlara da baxaq. Məsələn, house, wife 2 söz. Hunter, er şəkilçisi var sonunda. Düzəltməlidir. Bunu da buna görə atdıq. Plus bu 2 dənəsi də nə idi? Mürəkkəbi idi. Sonra tree, bir kök. Luck, bir kök. Camp, bir kök. Görürük ki, tərkibində heç bir şəkilçi yoxdur. Okay, deməli C variantımız düzgündür. Sonra D variantında rose, bir kökdür, amma digər variantlara da baxaq. Hardship, çətinlik deməkdir. Ship burada nədir? İstisna söz deyil. Deməli, nəymiş? Derivativ, düzəltməkmiş. Bu belə. İkinci tərəf eggplant. Bu da deməli 2 sözdən ibarətdir, mürəkkəbdir. D variantını da atdıq. Onion, soğan, bir kök. Singer, er şəkilçisi var tərkibində. Burada da butterfly, 2 kök, mürəkkəb. Bunu da belə atdıq. Sonra məsələn, bizdən burada şərtlərdə soruşur. The correct nouns. Burada həm ismin tərkibindəki şəkilçiləri bilməliyik, həm sözün tərcüməsini bilməliyik. Məsələn, bigger. Demişdim ki, er şəkilçisi təkcə isim düzəldən şəkilçi deyil, həm də sifətin dərəcəsini göstərir. Burada da sifətin dərəcəsini göstərdi. Sonra singer, müğənni. Bu artıq isimdir, götürə bilərik. Large, er verib. Bu da yenə sifətin göstəricisidir. Olmaz. Leader,
Burada da lider deməkdir, isimdir. 4-ü də rahatlıqla götürə bilərik. A variantı. Yəni choose the nouns deyəndə isim olanı seçməliyik. Bəzən uşaqlar gedir sırf sadələri seçir, sırf düzəltmələri seçir. Fərqi yoxdur. Noun deyirsə biz simple, derivative, compound bunların üçünü də seçə bilərik. Əsas odur isim olsun, sifət olmasın. Məsələn burada hamısı ing-lə bitib, düzdür? Interesting, maraqlı, sifət deməkdir, atdıq. Building, bina. Buradakı ing deməli isim düzəldən şəkilçidir, götürdük. During, ərzində, müddətində deməkdir, isim deyil, atdıq. Drawing, rəngləmə, şəkil çəkmə deməkdir, isimdir, bunu da götürdük. Bu da belə. Sonra burada gözümüzə dəyəcək. Hamısı sadə düzəltmə mürəkkəb, bəzən də isim düzəldən şəkilçiləri soruşur. Elə görən kimi tapırıq sheep hood. Çünki nə eləmişdim? Qayda izahında sizə bu şəkilçilərin hamısını keçmişdim. Sizi çox vaxt o-usla çaşdıracaqlar. O-usu dangerous sözü ilə yadınızda saxlayın. Danger, o-us. Danger, təhlükə. Dangerous, təhlükəli. Bu sifətdir. Sonra digərlər də bu formadadır. Yəni indi sayılan, sayılmayan isimlər olan hissəni tapaq. Onun testlərinə baxaq. Bir də burada bunu göstərim. Məsələn, sizə sözlər verəcək. Deyəcək ki, bu sözləri hansı şəkilçi artırmaq olar. Bunun üçün də biz şəkilçiləri əzbərləyərkən qarşısındakı nümunələrə diqqət yetirməliyik. Servant, assistant. Tutaq ki, serve sözünə biz artıra bilmirik də, düzdür? Amma ikinci sözü tapa bilirik. Assist. Assist sözünə hansı artırırlar? Assistant. Deməli, serve feilinə də həmin o şəkilçi artırılacaq. Sonra gəldik sayılan, sayılmayan isimlərə. Pluralın içində singular pluralına bir yerdə veriblər. Yəni yenə də bunu başa salım, izahı çəkməsəm də izahını çəkərəm. Məsələn, bizdən plural soruşur. Plural cəm deməkdir. Həmişə test işləyəndə üstündən yazın. Bizdən şərtdən nəyi soruşur? Plural cəmdirsə, deməli cəmdə olan isimləri seçməliyik. Sisters-in-law, see men və sisters-i cəmləndirib olar. See men. Manın cəmi nədir? Men. Man yazılır təkdə. Cəmi də olur men. Bu kökündən dəyişərək cəmlənən isimdir. Ox təkdədir artıq. Oxen olmalıdır. Ona görə A variantını atdıq. B variantında pages S, okay. Heroes S, okay. Amma progress, progressin tərkibindəki S artıq cəm deyil, sözün öz köküdür. B variantını ona görə atdıq. Sonra potatoes, sonunda S var, cəmləndirib olar. Leaves, sonunda S var, cəmləndirib olar. Amma berry təkdədir, olmaz. C variantını atdıq. D variantında cousins cəmləndirib olar. Geese, kökündən dəyişərək cəmlənən isimdir. Goose, təkidir, qaz deməkdir. Geese, cəm formasıdır. Deməli, bu da cəmdədir, götürə bilərik. Sonra months, months sözünü cəmləndirib, months, aylar eləyib. D variantını da götürürük. Hər üç variantdakı da cəmdədir. Sonra contests, cəmləndirib. Physics, demişdim ki, sonu icısı ilə bitən sözlər təkdir. İcısı ilə bitirsə təkdir. Bunu yadda saxlayın. Variantımız nə oldu? D variantı gustadır. Geesin tək formasıdır. Sonra, məsələn, üçüncü sualda bizdən soruşur singular, təkdə olan isimləri. Yenə singular dairə alırıq, xət çəkirik, altından üstündən bir yerinə yazırıq tək. Və bizdə variantlarda cəm olan bütün hissələri atacağıq. Information, information təkdədir, olar. Amma qarşısındakı places sözü, bax, S var sonunda, cəmlənib, olmaz. Tis, cəmdədir. Tusun, cəm formasıdır. Tus diş, tis dişlər kökündən dəyişərək cəmlənəcəm. Ona görə tis də olmaz. Sonra closes, S var sonunda, atdıq. Çünki bizdən təki soruşur. Sonra traffic, təkdədir, olar. Furniture, sayılmayan tək isimdə olar. Amma closes'e görə A variantında atmışdıq. C variantında news, yadda saxlayın, news'un sonunda S olsa da onun cəmliyini göstərmir. Kökün özünün S-sıdır. News təkdədir. Progress'in sonunda qoşa S olsa da kökün öz hissəsindəki S-dır. Cəm deyil. Ona görə götürə bilirik. Sonra money. Money də cəmlənməyib sayılmayan isimdir. Rahatlıqla C variantını seçirik. Digər variantlara baxaq. Oxen. Oxen sözü cəmdir. Ox, öküz sözünün cəm formasıdır.
Ona görə olmaz. Giz, quz sözünün cəmidir. Olmaz. Oil sayılmayan tək isimdir. Bunu tək götürmək olardı. Digər variantlara görə atdıq. Advice, məsləhət sayılmır. Təkdədir. Atdıq. Watches, S var sonunda. Cəmlənib. Bir də qaz sözü. Bu da demişdik ki, qaz halında, mayi halında olan isimlər sayılmır. Təkdədir. Ona görə bunu da götürə bilərdik. Amma watches sözünə görə atdıq. Sonra hamısı bu formada, yəni tək, cəm. Əsas bilməli olduğumuz məqam nədir? Təki və cəmi eyni olan isimlər, kökündən dəyişərək cəmlənən isimlər və sayılan, sayılmayan isimləri ayırd etmək lazımdır. Məsələn, 15-ci suala baxaq. Deyir uncountable. Uncountable nədir? Sayılmayan, sayılmayan. Bizdən şərtdə deməli nəyi soruşur? Sayılmayan isimləri. A variantına baxırıq, child. Child'ın cəmi nədir? Children. Deməli, bunu cəmləndirə bilirik, saya bilirik. A variantını atırıq ona görə və ya da ay. Ay, göz, eyes, gözlər. Bunu da cəmləndirə bilirik, deməli, saya bilirik. Sugar, qənd, bunu toz mayi halında deyə sayılmayan götürürük. Sonra B variantına baxaq, coffee. Coffee sayılmayan isimdir dedik, mayedir. Olar, bunu götürə bilərik. Hand, əl, hands, əllər deyə bilirik, cəmləndirə bilirik. Ona görə həndə görə atırıq bu variantı da. Və yaxud da ki, baby, uşaq, babies, uşaqlar deyə bilirik. Ona görə bu variantı da atırıq. Sonra tea, çay, mayedir. Olar, götürərik. Face, üz, faces, üzlər, faces belə yazılır. Cəmləndirə bilirik. Ona görə bunu da atırıq. River, çay, rivers, çaylar. Axan çay deməkdir bu. Bunu da cəmləndirə bilirik. Ona görə C variantında atdıq. Çünki C variantında sayılmayan bir dənə T-dir. Qalanları sayılırdı. Carrot, kök, carrots, köklər deyə bilirik. Ona görə sayılır. Atdıq. Lamp, lampa həm sayılan, həm sayılmayan isimdir. Bunu yadımızda saxlamalıyıq mütləq. Lamps da deyə bilirik. Sayılmayan isim kimi də götürə bilirik. Sonra farm, fermadır. Farms da, fermalarda deyə bilirik. D variantını da atdıq. Qaldı Y variantı. Music, sayılmayan isimdir. Musiqi mənası, sayılmır. Advice, məsləhət, sayılmır. Kindness, mücərrəd isimdir. Ona görə bu da sayılmır. Deməli, cavabımız nə oldu? Y variantı. Sonra, məsələn, gəlin buna baxaq 17-ci suala. Smoke. Bizə şərtdə nəyi soruşur? Şərtə baxırıq. Uncountable, sayılmayan yenə. Baxırıq. Tutaq ki, sözlərin tərcüməsini bilmirik. Sayılmayan isimlərin cədvəlini yaxşı əzbərləmirik. Bütün variantlara baxırıq. Bir sözlə atmağa çalışırıq. Məsələn, pencil. Pencil sözü bildiyimiz sözdür. Karandaşdır. Saya bilirik bunu. Ona görə ikinci variantı atırıq. Bizdən sayılmayanı soruşur. Sonra story sözünü görürük burada. Hekayə. Stories, hekayələr. Tutaq ki, ən savadsız şagird belə bütün gün TikTokda, Instagramda yatır. Story sözünün nə olduğunu çox gözəl bilir. Stories sözünü də ona görə cəmləndirə bilər. Ona görə burada da qoyunluq eləməyin qətiyyən. Story cəmlənir. Hero, qəhrəman. Heroes, qəhrəmanlar. Bu da deməli sayıla bilir. 4-ü də atdıq. Nə qaldı? 1, 3. Smoke, tüstü, safety, təhlükəsizlik, kindness, mehribanlıq. Smoke tüstüdür, qaz halındadır. Safety, kindness, mücərrəd isim kimi gedir. Darkness, bu variantı atmışdıq onsuz. Bir də 3. Friendship, cotton. Cotton necə deyim, material bildirir, pambıq deməkdir. Ona görə atdıq. Luggage də yük deməkdir. Bu da sayılmayan isimlər siyahısındadır. Sonra bunlar demək olar eynidir. Dediyim formada ata-ata işləməliyik mütləq. Bizdən şərtdə ancaq pluralı, singuları soruşur. Bir də gəlin cümlə formasında olanlara baxaq. Görüm cümlə formasında olan bir test tapa bilirəmmi? Məsələn, mübtəda xəbər uzlaşması tələb eləyir. Bizdən sayılan isim deyir, sayılan tək isim verir, xəbər amma cəmdə verir bu formada. Məsələn, gəlin bunlara baxaq. Biraz bulanıq düşüb. A piece of furniture. Demişdim ki, bəzi kəmiyyət bildirən sözlər var ki,
sayılmayan isimlərin qarşısında işlənib, onun kəmiyyətini, miqdarını bildirir. Məsələn, episof. Episof bir parça deməkdir, bir hissə deməkdir. Furniture ilə işlənib, okey, düzgündür. Some furniture, few furnitures, a furniture. Some furniture demişdim, some sayılmayan isimlərlə işlənə bilir. Qaydada göstərmişdim. Five furnitures. Furniture sayılmır. Bunu necə cəmləndirəsən? Olmaz. Və furniture dedik sayılmırsa qarşısında article da olmaz axı. Amma burada e article verib. 4-də ona görə olmaz. Cavabımız 1, 2. A variantı. Sonra gəlin 77-yə baxaq. Postman isimimiz cəmdədir. FU-dan sonra demişdim sayılan cəm isim işlənir. Düzgündür. Sonra FU prison. Prison təkdədir. Amma FU-dan sonra cəm isim gəlməlidir. 2 ona görə olmaz. Few tourists. Turist cəmdədir. Few-dan sonra cəm isim işlənir. Deməli 3 də olar. 4 nəyə görə olmaz? Few-dan sonra cəm isim gəlməlidir. Amma sportsman verib. Yəni bu isimimiz təkdədir. Ona görə olmaz. Cavabımız nə olacaq? 1, 3. A variantı. Sonra bir dənə də 78-ə baxaq. Məsələn, 5 slice of cheese. Demişdik, kəmiyyət bildirən sözün kəmiyyətini bildirmək üçün sayılmayan isimlərlə işlənir. Amma baxın, 5 verib, cəm verib. Amma slice sözünü cəmləndirməyib. Nə olmalıydı? Slices olmalıydı. Baxın, bu formada 5 slices bu formada olmalıydı. 1 ona görə atıldı. 2-yə baxırıq. 6 kilos of rice. 6-dan sonra kilo sözünü cəmləndirib, düzgündür. Sonra 3-də 2 box of chocolate. Yenə 2 verib, amma box təkdədir. Boxes olmalıydı. Bu formada olmalıydı. 3-ü də ona görə atdıq. Qaldı 4. 3 dozen eggs. Dozen, baxın, miqdar bildirir. Necə ki, kilo, kilogram falan deyir ya. Bu da eynisidir. Ona görə dozen sözü, məsələn, cəmlənməyəcək artıq. Deyir, qoyum bir dənə buranı silim. 100 sözü. Məsələn, 100 deyirik, 100. Ardın yazmıram. Eyni ilə bunu 200 deyirik də. Cəmləndirmirik ki. Yox. Deməli, bu da o formada olacaq. Dozen də bundan eynidir. Dozen yumurta ilə olur. Yumurtanın qutuları olur. Məsələn, bir dənə kvadrat qutunun içində, nə bilim, 30 dənə yumurta olur, 40 dənə yumurta olur. O deməkdir. Burada cavab nə oldu? Deməli, 2, 4. C variantı. Sonra baxın, məsələn, countable-ları soruşur burada. Countable nədir? Sayılan. Juice, meyvə şirəsi, mayedir. Atdıq. 1 olan variantları tez çıxın. Sonra picture, şəkil. Pictures, şəkillər deyə bilirik. Sonra tooth, diş, teeth, dişlər. Kökündən dəyişərək cəmlənən isimdir. Bunu da götürə bilirik. Deməli, 2, 3 götürdük. Sonra gold, qızıl deməkdir. Nədir? Material bildirir. Material bildirən isimlər də sayıla bilmir deyə 4-ü də atdıq. Qaldı 2, 3, 5. 6 money, pul. Pul sözü sayılmır. Yadda saxlayın. Ona görə altını da atdıq.